İnsan niyə yalan sevir? Heç fikir vermisənmi? İnsanlar bəzən həqiqəti bilə-bilə yalanı seçirlər. Hətta bəzən yalanın yalan olduğunu da anlayırlar, amma yenə də ona inanmaq istəyirlər. Bəs niyə? Əslində məsələ vicdansızlıq deyil, məsələ beynin necə işləməsidir. İnsan beyni təhlükədən qaçmaq üçün proqramlaşdırılıb və bəzən həqiqət təhlükəli olur, həqiqət ağırdır, həqiqət məsuliyyət tələb edir, həqiqət dəyişməyə məcbur edir. Yalan isə daha rahatdır, daha asan, daha tanışdır. Beyin üçün əsas məqsəd doğru olmaq yox, rahat qalmaqdır. Məsələn, insan gün içində öz-özünə deyir: problem məndə deyil, vaxtı gələndə düzələr, mən elə də pis deyiləm. Bu cümlələr yalandır, amma beyinə rahatlıq verir. Beyin də bu rahatlığı mükafat kimi qəbul edir. Burada bir mexanizm işə düşür: özünü aldatmaq. İnsan başqasına yalan danışanda narahat ola bilər, amma özünə yalan danışanda sakitləşir. Çünki beyin həqiqəti qəbul edəndə enerji sərf etməlidir, düşünməlidir, qərar verməlidir, risk almalıdır. Yalan isə enerjiyə qənaət edir. Beyin də öz-özünə deyir ki, bu mövzunu bağla, indi bununla üzləşmə, sonra baxarıq. Bir də bunun sosial tərəfi var. Cəmiyyət həmişə həqiqəti sevmir. Bəzən doğru söz səni tək buraxır. Yalan isə bu Matrixdə olan cəmiyyət içindəki qrupa yoğunlaşdırır. İnsan qəbul olunmaq istəyir, sevilmək istəyir, kənarda qalmamaq istəyir və bu qorxu yalanı cazibədar edir. Bir başqa səbəb isə nəzarət hissidir. Yalan danışan insan vəziyyəti idarə etdiyini düşünür. Həqiqət isə çox vaxt bizim nəzarətimizdə olmur. Yalan süni bir gücdür, amma beyin o gücü real kimi hiss edir. Ən təhlükəli yer isə burada başlayır. Çünki yalan təkrarladıqca beyin onu həqiqət kimi qəbul etməyə başlayır. Bir müddət sonra insan artıq yalan danışdığını da hiss etmir. O sadəcə belə olduğunu düşünür. Və bu nöqtədə insanın ən böyük düşməni ortaya çıxır: öz düşüncəsi. Yekunda da belə bir sual ortaya çıxır: biz həqiqəti sevmədiyimiz üçün yalanı seçirik, yoxsa yalan rahat olduğu üçün həqiqətdən qaçırıq? Bəlkə də ən çətin həqiqət budur: İnsan yalanı sevdiyini etiraf etməyə belə cəsarət etmir.